Bu videoya klikləmisənsə, deməli həyatında nəsə yolunda getmir. Ya gecələr yata bilmirsən, ya daim yorğunsan, ya da motivasiya yoxdur. Amma için düşünürsən, özün-özünə deyirsən, bilirsən ki, nəsə dəyişməlidir. Mən 30 gün ərzində 10 sadə vərdişi sınadım. Nəticə, açığı özüm də gözləmirdim. Bu video motivasiya deyil, bu real testdir. Salam, uzun müddət idi ki, yorğunluq, fokus problemi və daxili narahatlıq yaşayırdım. Elə bil, hər gün eyni günü təkrarlayırdım. Və bir gün bunu dəyişmək üçün qərar verdim. 30 gün ərzində sadəcə 10 vərdişi sınadım. Bu videoda sənə 30 gün sonunda nə baş verdiyini olduğu kimi danışacağım. Şişirtmədən, olduğu kimi. Birinci vərdiş. Səhər duranda 10 dəqiqə yazmaq. Nə yazırsan? Beynindən keçəni. Şikayəti, təşəkkürü, qısaca ağlına gələn hər şeyi. İlk günlər mənə mənasız gəlirdi. Amma 5-ci gündən sonra bir şey oldu. Sanki başımın içi səssizləşdi. Fikirlər qarışmamağa başladı. İkinci vərdiş. Gündə 20 dəqiqə fiziki hərəkət. Evdə. Heç bir avadanlıq olmadan. Enerjim yox idi, amma buna baxmayaraq edirdim. Və qəribəsi budur ki, etdikcə enerji artmağa başladı. Üçüncü vərdiş. Ən çətini idi. Axşam ən az 2 saat telefon yoxdur. İlk günlər əlim avtomatik telefona gedirdi. Elə bil nəsə çatmırdı. Özümü narahat hiss edirdim. Amma bir neçə gündən sonra gecə fikirləri azaldı. Yuxum düzəlməyə başladı. Vərdiş 4. Gündə 10 səhifə kitab. Cəmi 10 səhifə. Və salam. Burada bir sir var. Oxuduqca anladım ki, beyin sakitliyə alışır. Konsentrasiya geri qayıdır. Vərdiş 5. Su içmək. Bunu hamı bilir. Amma az adam edir. Gündə minimum 2 litr su içmək. Baş ağrıları azaldı. Yorğunluq səssizcə çəkildi. Vərdiş 6. Sosial media limiti. Gündə maksimum 30 dəqiqə sosial mediada vaxt itirmək. Bir həqiqəti etiraf edim. Boş vaxtımız yoxdur. Boş yerə itirdiyimiz vaxt var. Vərdiş 7. Hər gün 10 dəqiqə nəfəs məşqi meditasiya etmək. Heç nə mistik deyil. Sadəcə nəfəs hərəkətləri. Nəticə, əsəblərim sakitləşdi. Reaksiyalarım yumşaldı. Vərdiş 8. Hər gün eyni vaxtda saat 11-də yatmaq. Gec yatmaq dözümlülük, güclülük deyil. Bu sistemi sıradan çıxarır. Yuxu düzələndə həyat da düzəlməyə başlayır. Vərdiş 9. Həftəlik plan qurmaq. Həftəlik plan. Cəmi 15 dəqiqə. Hər bazar günü 15 dəqiqə vaxt ayırırsan. Nə edəcəm, nə etməyəcəm. Plan qurmaq beynə təhlükəsizlik hissi verir. Vərdiş 10. Həftəlik analiz. Həftənin sonunda özünə sual ver. Bu həftə özümə sadiq oldummu? Bu sual insanı dəyişir. İndi keçək nəticələrə. 30 günün sonunda daha rahat yatıram, fokus artıb, həyata baxışım yumşalıb, daxilim sakitləşib. Amma ən vacibi odur ki, özümə hörmətim artıb. Sən hər şeyi birdən dəyişməlisən deyə qayda yoxdur. Bir vərdiş, bir ay, yenisən. Təsadüfi heç nə yoxdur. Unutma, özün üçün etdiyin dəyişiklik heç vaxt gec deyil. Videonu bəyən, paylaş və kanala abunə ol. Çünki maraqlı videoların davamı gəlir. Dəstəyin üçün təşəkkür edirəm.